Hamilə olduğunuzu öyrəndiniz, hansı preparatlardan və vitaminlərdən istifadə etməlisiniz? Hamiləliyin ilk 12 həftəsində biz sadəcə fol turşusunun qəbulunu kifayət görürük. Fol turşusunun qəbulu günlük dozası 400 mikroqram şəklində olmalıdır və 12-ci həftəyə qədər davam eləməlidir. Əgər ki, bu həftələrə qədər hər hansı bir ürək bulantınız yoxdursa, fol turşusu ilə yanaşı vitamin D-ni günlük 1000 beynəlxalq vahid təsir vahidində qəbul eləyə bilərsiniz. 12-ci həftənizi tamamladıqdan sonra vitaminləri multivitamin kompleks şəklində qəbul eləməyiniz uyğun olacaqdır. Amma burada ən çox önəmli vurğulamaq istədiyim balıq yağıdır. Balıq yağını uşağın həm göz inkişafı, həm sinir sistemi, həm ürək sağlığı açısından hamiləliyin sonuna qədər istifadəsini məsləhət görürük. Balıq yağının da dozası günlük 2000 mg olmalıdır və tərkibində EPA və DHA birlikdə olmalıdır. Yanaşı olaraq, əgər hər hansı bir yanda şikayət yoxdursa, qan azlığı varsa, mütləq qan dərmanı bu preparatlara əlavə edilməlidir və hamiləliyin sonuna qədər qəbul edilməlidir. Bundan başqa bizim digər bir preparatımız maqnezium var. Maqneziumun bir neçə formu vardır və sizin şikayətinizə uyğun bir şəkildə həmin formu sizə istifadə üçün təyin edilə bilər. Əgər ayaqlarınızda kramp varsa, qəbizliyiniz varsa, gecə rahat yata bilmirsinizsə, sinir sisteminin oyaqlığı varsa, təzyiqiniz nisbətən yüksəkdirsə, bu durumlarda da bu preparatlarla yanaşı maqnezium preparatı da qəbul edilə bilər.